Və sonda, Ukraynada 3 ildən çoxdur davam edən müharibə ölkənin cəbhə xəttinə yaxın şəhərlərini yerlə bir edib, minlərlə insanı doğma yurt yuvasından didərgin salıb. Bu müharibənin təsirinə məruz qalanlar arasında uzun illərdir Ukraynada yaşayan Azərbaycanlı ailələr də var. Ukraynadan müxbirimiz Seymur Şixaliyevin reportajını təqdim edirik. 22-ci ildə mən tez-tez gedirdim Tariskaya, ev eşlərimi daşımaya, orada biznesinin bəzi amanatlarını daşımaya gedirdim tez-tez Tariskaya. Bir dəfə də mənim yerlim elçinin maşını götürmüşdü, onda Sprinter Mercedes maşını idi. Bir də ki, veşimizi çox götürək. Onunla getdi, yükləmişdi, təzə Tariskadan çıxmışdı elə. Qradla, bombayla şəhəri bombalamaya başladılar. Bizim qabağımızda gedən Deollanas maşınına düşdü. Orada bütün ailə məhv oldu. Askollar bizim maşının pəncərələrini, qapılarını deşmişdi. Bizi Allah Taala elə bir qorudu. Ukraynada 3 ildən çoxdur davam edən müharibə cəbhə xətti boyunca yerləşən onlarla şəhəri xarabalığa çevirib. Rusiya ordusunun əsas hücum hədəflərindən biri olan Toretsk şəhəri də belə şəhərlərdən biridir. Əslən Azərbaycanın Masallı rayonundan olan Həşimov Səyyar 30 ildən çoxdur ki, Ukraynada yaşayır. Səyyar bildirib ki, geniş miqyaslı işğal başlayana qədər Donetsk vilayətinin Toretsk şəhərində yaşayıblar. 14-cü ildə birinci müharibə vaxtı bizim şəhərimizə separatistlər daxil oldu. Mən onda uşaqlarımla, ailəmlə şəhəri tərk edib Zaporizhzhia oblastı Melitopol şəhərinə getdi. Orada 3 ay, 4 ay yaşayandan sonra bizim şəhəri Ukrayna armiyası azad elədi. Biz yenidən Tariskaya qayıtdıq. 22-ci ilin fevralına kimi Tariskdə yaşamışam. Toretsk şəhəri cəbhə xəttinə yaxın olduğundan müharibənin acı nəticələrini daha çox hiss etdirib. Səyyar Həşimov Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı işğalının başladığı anı belə xatırlayır. 22-ci ildə fevralın 23-də ad günüm idi. Uşaqlar da ailəmiz yığılmışdı, mənim ad günümü qeyd edirdi. Uşaqlar ailə hamısı bir yerdə idi. Axşam səhərə yaxın saat 4-də atışma səsinə oyandı. Eyvana çıxdım, gördüm şəhərin bir tərəfi yanır. Güclü bombalaşma başlayır. Biz də tez bazar 1-2 günə veşlərimi yığdım, uşaqlarımı götürdüm, gəldim Krivoy Roqa. Səyyar ailəsi ilə birlikdə müharibə bölgəsindən xeyli uzaqda olan Krivoy Rog şəhərində yaşasa da, övladlarının daha yüksək təhsil almaları üçün qismən Kiyevdə də məskunlaşıb. Eyni zamanda o gələcəyə nikbin baxdığını və tezliklə sülhün bərqərar olmasını arzuladığını bildirib. 22-ci ildə dövlətin köməkliyinin əsasında Krivoy Rogda öz biznesimi qurdum, öz işimlə başladım məşğul olmaya. Uşaqlarım da 6 ay mənlə orada yaşadılar. 6 aydan sonra ailəmizdə məsləhət gördü ki, uşaqların gələcəyi üçün Kiyev yaxşıdır. Uşaqlar Kiyevə köçdülər. Onlar 3-ü indi Kiyevdə institutda oxuyur. Balaca da Kiyevdə idman məktəbində oxuyur. Kiyevdə yaşayırlar. Burada onlar üçün də kvartira silimat edirik. Özümüz də ayda bir həftə gəlib onlarla, 2 aydan bir gəlib onlarla bir yerdə qalırıq. Özümüz isə hələ də Krivoyda yaşayırıq. Tezliklə müharibə qutarsın, əmin-amanlıq olsun. Biz də azad yaşayaq, uşaqların gələcəyi üçün, xoşbəxt həyatı üçün müharibə nə qədər tez qutarsa, o qədər də yaxşıdır. Əslən Azərbaycanın Şuşa şəhərindən olan Həsənov Natiq ailəsi ilə birlikdə 36 ildir Ukraynanın Toretsk şəhərinin New York qəsəbəsində yaşayıb. Müharibə başlayandan bəri, yəni 3 ildən çoxdur ki, o ailəsi ilə birlikdə Kiyev şəhərində məcburi köçkün kimi məskunlaşıb. Müharibə başlayandan sonra mən ailəmi götürüb çıxdım Kiyev şəhərinə. Ukraynanın paytaxtı. Neçə ildir əzabla, əziyyətlə, öz əlimə zəhmət ilə ev eşik qurub, yaratdım ailələr, balalarım üçün şərait. Hamısı onlar bir dəqiqənin içində, bir saniyənin içində yoxa çıxdı. Bir dənə evin, bir dənə bünövrəsi qaldı. Bir dənə də arzumuz odur ki, müharibə tez qutarsın, bizim balalarımız xoşbəxt yaşasın. Bir də bu müharibəni heç vaxt qayıtmasın Ukraynanın torpağına. Ukraynanın Toretsk şəhəri Rusiya ordusu tərəfindən demək olar ki, yer üzündən silinib. Evləri dağıdılan şəhər sakinləri təcavüz nəticəsində hər şeylərini itirərək məcburi köçkün olublar. Onların bir hissəsi Avropaya üst tutub, digərləri isə Ukraynanın nisbətən sakit bölgələrində məskunlaşıblar. Kiyev şəhərindən Seymur Şixaliyev və Ceyhun Şüküroğlu, Amerikan səsi üçün. Bugün dünyaya baxışda sizə çatdıracaqlarımız bu qədər.